Son günlərdə hər yerdə qabağınıza çıxan Epstein söhbətini yəqin ki, hamı eşidib. Bilməyənlər üçün Jeffrey Edward Epstein Amerikalı riyaziyyat və fizika müəllimi idi. Daha sonra bu işdən çıxıb maliyyə sahəsinə girdi. Bəzi milyarderlərin sərvətini idarə edəndən sonra öz firmasını quraraq özünə ada almış və iş adamları, milyarderlər, siyasətçilərlə güclü əlaqə yaratdı. Epstein 14 yaşlı bir qıza pul təklif edərək cinsi istismar etdiyi iddiası ilə Floridada həbs olundu və 13 ay həbsdən sonra sərbəst buraxıldı. Daha sonra Epstein 2019-da azyaşlıların cinsi istismarı, insan alveri kimi çox ağır cinayətlərdə ittiham olunaraq yenidən həbs olundu. Məhkəmə davam edərkən Epstein öz kamerasında ölü tapıldı. Rəsmi açıqlama nə qədər intihar etdi desə də, həmən gün kameraların işləməməsi, mühafizəçilərin iş vaxtı yatması da heç də intihar etmədiyini göstərir. FBI və Amerikanın Ədliyyə Nazirliyi tərəfindən 3 milyon səhifə, 2000 video və 180 min şəkil ictimaiyyətə təqdim edildi. İndi gələk əsas məsələyə. İnternetdə bəzi insanlar deyir ki, Epsteinin adasında Azərbaycanlı qızlar da olub. Epstein məsələsində Azərbaycana aid bəzi sənədlərin olduğunu gördüm, amma bu fərqli bir şeydir. Deməli, 2011-ci ilin avqustunda Jeffrey Epstein ilə ərəb iş adamı Sultan İbn Sulayem arasında bir e-poçt olduğu iddia edilir. Burada Epstein Bakıya getmək təklif edir və Azərbaycanlı dostum ifadəsi işlədir. Bu yazışmada adı çəkilmiş Azərbaycanlı dostum o dövrdə yəqin ki, məşhur və yüksək statuslu şəxslərdən biri olması ehtimalıdır. Bunlar nə qədər iddia olsa da, Epsteinin Azərbaycanlı qurbanı kimi rəsmi heç bir sənəd yoxdur. Amma belə bir şey var ki, Epstein ən çox Amerika, Karib adaları, Şərqi Avropa və Latın Amerikalı qızları öz adasına aparıbmış. Yəni internetdə hər paylaşılana inanmayın. Onun əlavə hansı millətdən, ölkədən olursa olsun, azyaşlı həmişə azyaşlıdır. Bu videoyu hazırlayanda isə yeni bir xəbər də oxudum. Deməli, Epsteinin əlində müqəddəs Kəbə örtüsünün parçaları olduğu barədə e-poçt yazışmaları ortaya çıxıb və bu xəbərlər beynəlxalq mediada artıq yayımlanıb. 2017-ci ildə Epsteinin yazışmalarında göstərilir ki, Birləşmiş Ərəb Əmirliklərində yaşayan bir iş qadını Azizə Əl-Əhmadi və Səudiyyəli bir şəxs Kəbənin örtüyü olan parçanı Jeffrey Epsteinə göndəriblər. Bu parçalar hər il həcc zamanı dəyişilən və Kəbəni bürüyən qara qızıl sapla işlənmiş örtüyün hissələridir. Göndərmə 2017-ci ilin martında Amerikanın Florida ştatına və daha sonra Epsteinin Karib adalarındakı evinə çatdırılıb. Göndəriş bəzi hallarda sənət əsəri, yəni artwork kimi təsnif edilib ki, gömrükdə problem yaranmasın. Yazışmalarda göndərən tərəf bu parçaların milyonlarla insanın dua etdiyi və toxunduğu örtü hissələri olduğunu xüsusilə deyib. Sənədlər Epsteinin bu parçaları niyə istədiyi barədə heç bir şey izah etmir. Yəni düşünün, müqəddəs bir dini simvol, milyonlarla müsəlmanın hörmət etdiyi bir örtük Amerikalı bir milyarderin adasına göndərilir. Yəni milyarder də deməyək, buna cinayətkardır, nədir, hər nədir bilmirəm. Bu fakt rəsmi sənədlərdə, yazışmalarda da qeyd olunub. Yəni bu iddia deyil və ya şayə deyil. Rəsmi sənədlərdə var. Əlavə olaraq onu da deyim ki, motiv açıqlanmayıb. Yəni Epstein nə məqsədlə onu öz adasına, öz evinə gətirdi. Yəni müsəlman da deyil ki, deyim ki, inanır ya da nəsə dua eləmək istəyir. Onu da nəzərə alaq ki, bunlar açıqlanmış sənədlərdir. Yəni siz indi təsəvvür edin, açıqlanmayan sənədlərdə nə baş verib, nələr var, nələr yazır. Mənə elə gəlir ki, bu söhbət hələ tam bitməyib. Yeni şeylər nəsə çıxacaq. Yəni mən də çalışacağam ki, yeni videolar paylaşım bu haqqında. Əgər sən də növbəti videolardan xəbərdar olmaq istəyirsənsə, sadəcə kanala abunə ola bilərsən.